Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərin bayram süfrələrinin yaraşığı olan şor qoğalı resepti sizlərlə paylaşıram. İndi isə keçək qoğalın hamurunun hazırlanma qaydasına. 2 kilo un götürmüşəm. Unu qabın içərisinə əlavə edib üzərindən 1 xörək qaşığı quru maya, 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 xörək qaşığı sarı kök əlavə edib quru ərzaqları bir yerdə qarışdırıram. 1 litr südü az-az əlavə edərək ələ yapışmayacaq yumuşaq bir hamur yoğururam. Yumuşaq ələ yapışmayacaq bir hamur yoğurub üzərini örtüb qoyuram saat yarım dinlən. Keçirəm şor qoğalının içliyini hazırlamağa. İçliyi üçün 200 qram un, 1 çay qaşığı sarı kök, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı duz, 1 xörək qaşığı üyüdülmüş ciyə, 1 xörək qaşığı ləzgənə toxumu üyüdülmüş, 200 qram ərdilmiş kərə yağı əlavə edib umaç hazırlayıram. Hazırladığımız içliyi əlimizlə sıxırıq. Əlimizlə sıxdığımız zaman içlik əlimizdə toparlanırsa, demək içliyimiz artıq hazırdır. Ajyan hamuru masanın üzərinə alıb 2 hissəyə ayırıb kündələrə ayırıram. Videonu bura qədər izlədinizsə hər birinizə təşəkkür edirəm. Videolarımı bəyənsəniz kanalıma abunə olub videolarımı like edib şərh bölməsinə şərhlərinizi yazmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Hamuru kündələdikdən sonra üzərini örtüb qoyuram kənarda 20 dəqiqə dinlənsin. Ən birinci kündələdiyim hamuru götürüb masanın üzərinə alıb, üzərindən un səpərək oxlu ilə yayıram. Yaydığım hamuru masanın üzərinə alıb, üzərindən əritdiyim 500 qram kərə yağını əlavə edib hamurun hər tərəfinə gələcək şəkildə yayıram. Hamurun hamısını eyni qayda ilə hazırlayacağım. İkinci kündəni də masanın üzərinə alıb oxlu ilə yayıb, digər hamurun üzərinə əlavə edib üzərini yağlayıram. Sonuncu kündəni də yayıb digər hamurun üzərinə əlavə edirəm. Sonuncu hamurun da üzərini hər tərəfinə gələcək şəkildə yağlayıram. Hamurun kənarlarını kəsib götürürəm ki, qoğalı hazırlayarkən qoğallar hamar görüşsün. Kənarlarını kəsib götürdükdən sonra hamuru rulet şəklində bükürəm. Hazırladığım ruleti hissələrə ayırıram. Hazırladığım ruleti hissələrə ayırdıqdan sonra hamurun üzərini örtüb qoyuram. 10 dəqiqə dinlənsin. Axırıncı hamuru da hazırlayıb kəsib yığıram qaba, üzərini örtüb qoyuram dinlənsinlər.
İlk kəsdiyim hamuru götürüb içərisini əlimlə açıb hazırladığım içlikdən 2 xörək qaşığı yerləşdirib ağzını əlimlə bükürəm. Bükdükdən sonra qoğal forması verirəm ki, üzərindən yavaşca basıram ki, alt hissəsi pişərkən açılmasın. Hamurların hamısını eyni qayda ilə hazırlayıram. Qoğalların hamısını eyni qayda ilə hazırlayıb soba listinə əlavə edib üzərini örtüb qoydum 10-15 dəqiqə dinlənsin. Dinlənən qoğalların üzərinə barmağımla belə bir bəzək verirəm. Daha sonra 2 ədəd yumurtanın sarısı, 2 xörək qaşığı bitki yağı əlavə edib ikisini bir yerdə qarışdırıb qoğalların üzərinə çəkirəm. Videonun alt hissəsinə resepti tam dəqiqliyi ilə yazacağım. İstəyən girib oradan da reseptə baxa bilər. Qoğalların üzərinə yumurta çəkdikdən sonra üzərinə çörək otu əlavə edib əvvəlcədən qızdırdığım 200 dərəcəlik sobada altı üstü qızarana dək bişirirəm. Bu da artıq qoğallarımız bişib, çox gözəl görüntülər. Videomu bəyəndinizsə kanalıma abunə olub videolarımı like etməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Kanalımın böyüməsi üçün çox önəmlidir. Şərh bölməsinə şərhlərinizi gözləyirəm. Allaha əmanət olun. Yeni videolarda görüşmək ümidi ilə.